Salam dostlar, günləriniz xoş geçsin. İdmandan sonraki qəşəng bir hal var. İdman eləyənlər bunu bilirlər. Elə bil ki, zaldan çıxandan sonra əgər yaxşı, normal, ləyaqətli idman eləmisənsə, elə bilirsən ki, damarlarının içərisi təmizlənib. O necə bir şılanq olar, şılanqdan su gələr. Şılanq tutulanda su yaxşı gəlməz ha. Və o şılanqı təmizləyəndən sonra o su ki rahat axar, belə dolğun şəkildə axar və sənə ləzzət verər. Və buna bənzər bir halı insan öz orqanizmində yaşayır. Elə bil ki, dərin rahat nəfəs almağa başlayır, yenilənirsən sanki. Sanki hüceyrələrin də yenilənir. Və əgər bu idmanla təmiz su da müşayiət eləyirsə, su içmək, səni o yenilənməni hiss eləyirsən. Və bircə bu hissə görə belə idman eləməyə dəyər, amma əlbəttə ki, dostlar, idman eləmək insana özünü yaxşı hiss etməsi üçündür. Əgər sənə zərər verirsə, o artıq idman deyil. Burası öz yerində. Buna görə diqqətlə belə deyək, nəzarət eləyəsən ki, sənə zərər verməsin. Bunun da yolu təbi və bədəni belə deyək, zorlamayan idmanlardan keçir. Bədəni sağlam şəkildə yoran və yeniləyən idmanlardan keçir. Əlbəttə ki, sən əgər əndazəni aşırsansa, bu əks effekt verəcək. Burası belədir. Artıq içiləndə dərd verir su da. Belə deyil. Məşhur məzmundur da bu. Nizami Gəncəvidə də belə bir məsləhət var. Çoxdan artıq bunu verib. Hələlik dostlar, özünüzdən müğayət olun.